Gəlin 21 illikdən testin 51-dən bu yana işləyək. Deməli, 51-ci testdə bizdən nə soruşur? A lot of money on pictures last Sunday. Baxın, last Sunday, last var. Əgər last varsa, bu hansı zamanı göstərirdi? Past simple, keçmiş sadə zamanı. Keçmiş sadə zamanda deməli, bizə nə lazımdır? Fiilimiz ya idi qəbul etməli, ya da kökdən dəyişirdisə, ikinci sırada. Yəni, participle one formasında lazım idi. Baxıram ki, feilim spentdir, yəni spend feili keçmişdə kökdən dəyişir, olur spent. Burada da baxın aşağılar, biraz hiylə işlətmək lazımdır. Baxın, burada spend feili belə, bir də veribdir spendin keçmiş zamanı məhculda veribdir, yəni spenti məhculda verib. Deməli, keçmişin məhculunda olan bu cavab doğrudur. Yəni, spenti məhcul növdə. Deyək ki, a lot of money was spent on pictures last Sunday. Keçən bazar günü şəkillərə çoxlu pul xərclənildi. Onu da belə demirik ki, çoxlu pul. Keçən bazar günü çoxlu pul şəkillərə xərclədi. Yox, xərclənildi. Ona görə debəndi. Baxırıq burada. Ifin uzlaşmasıdır. Ifi gördüm burada. Burada nə verib? Gələcək zaman verib. Deməli, burada present simple axtarmalıyıq. Gəlin, baxaq. Jane isə Mrs. Cəbəndi. İndiki sadə zamanda Jane she-yə bərabər olduğu üçün she-də feilimiz s, is, is qəbul edir. Müəyyən hərflər var ki, onlarla bitəndə. Baxırıq, bura yenə ifin uzlaşmasıdır. Bura gələcəkdirsə, bura indiki zamanda olmalıdır. Cavab C. Bura baxıram, while'dır, while'ın uzlaşması. Deməli, ümumiyyətcə bağlayıcılar özlərindən sonra heç zaman gələcək zaman almaz. Ona görə will-bini çıxdım. İki variantım getdi. Heç bir bağlayıcı özündən sonra da birbaşa, yəni while'dır, when'dir, if'dir, as soon as'dir, birbaşa indiki bitmiş ala bilmir. Yadda saxlayın, bunu da çıxartdım. Sonra baxıram nəyə? While üçün olan cümlədə ümumiyyətcə future in the past işləmir. Bunu da çıxardıram. Və baxırıq nəyə? A young mother prepares dinner while her newborn child is asleep. Deyir ki, gənc ana, balaca uşağı yatır, ana da, gənc ana da nahar hazırlayır. Deməli, burada cavab olur, debəndi. Hər iki tərəf sadə zamanda. Yenə növbəti testdə while'ın uzlaşmasıdır. Baxırıq, while'dan sonra gələcək zaman gəlməz, gələcəkləri çıxdım. Bitmiş zaman future in the past gəlməz. Deməli, Jane's sister looks after her flowers while she is away. Yəni, o kənarda olarkən güllərinin qayğısına qalır. Jane'in bacısı o kənarda olanda güllərinin qayğısına qalır. She said that, baxın, bura keçmiş zamandır. Ona dedi ki, o kənddə bayramını, tətilini kənddə keçirəcək. Baxın, said keçmiş zamandırsa, bura keçmişə uyğun zaman olmalıdır. Bu indikidir getdi, gələcəkdir getdi, indikidir getdi, indiki bitmişdi getdi, spent keçirdi. O dedi ki, o öz yay tətilini kənddə keçirdi. She asked if they our company. Yenə burada keçmiş zaman var, keçmişə oxşar zaman lazımdır. İndiki zaman, gələcək zaman, indiki bitmiş zaman. Deməli, bu deyil, would join qoşulacaqdır. Future in the past götürürük, çünki keçmiş zamandan uzlaşır. Baxırıq 58-ə. Can the manager receive me now? Deyir, menecer məni indi qəbul edə bilər. Xeyr, o, he is having talks. O indi danışıqlar aparır. Deməli, deyir, indi qəbul eləyər, söhbət hal-hazırdan gedir. Deyir ki, yox, o indi danışır da, hal-hazırda danışır. Ona görə davam edici zaman götürürük. 59. There are a lot of works of art at exhibition yesterday. Dünən deyir, sərgidə çoxlu incəsənət işləri var idi, incəsənət əsərləri var idi. Yesterday dünəni göstərdiyi üçün there were şəklində istifadə edirik. It hard yesterday and we decided to stay at home. It rained hard yesterday. Dünən deyir, çoxlu yağış yağdı, ona görə də biz qərar aldıq ki, evdə qalaq. Biz qərarı aldıq, hadisə harada qalıb, keçmişdə qalıbdır. Və ya burada yesterday var, keçmişi göstərir, ona görə keçmiş sadə götürməliyik. That rained slowly and the child slept quietly. Uşaq sakitcə yatdı. Baxın, sleep keçmiş zamandadır.
Keçmiş zamandadırsa bu birinci tərəfdə yəni zaman uyğunluğu olmalıdır. Bunlar da indiki və gələcək olduğu üçün uyğunlaşmır. Bura keçmişsə, burada keçmiş. Deyir ki, qatar sakitcə getdi və uşaq yavaşca getdi və uşaq sakitcə yatdı. Deməli, burada yenə zaman uzlaşması kimi keçmişdən keçmiş götürürük. Yesterday var. Yesterday varsa bura keçmiş zamana sual verir. Keçmiş zamanın sualı da didlə verilir və by feili. Feil ilkin formaya qayıtmalıdır. Ona görə did you buy any stamps yesterday? Sən dünən deyir heç marka aldın. 63. Deməli last year, keçən il. Keçən il hansı zaman zərfdir? Keçmiş zamanın. Deməli mənə did lazımdır. Baxıram didlər 2 yerdə var və diqqətli oluram. But did isə right yoxsa wrote olar. Wrote özü keçmiş zamandır. Did də keçmiş, wrote da keçmiş. Bir cümlədə iki keçmiş ola bilməz. Feil indiki formaya qayıtmalıdır. Ona görə right olmalıdır. B bəndi. Yenə baxırıq. Last year keçmiş zamanı göstərir. Keçmiş zamanda visited, idili feil. Look, nida cümləsi, nida qoyubdur, əmr cümləsidir. Deməli, bunlar indiki davam edici zamanda olmalıdır. O da is setting, A bəndi. Davam edirik. Don't leave the house deyir, evdən çıxma. İndi yağış yağır. Yenə nida cümləsi var, əmr cümləsi var. Burada nida bildirir, əmr bildirir, həyəcan bildirir. Ona görə burada davam edici də olmalıdır. It is raining. İndiki davam edici, A bəndi. Deməli, əgər cümlə verib, arxasına nida qoyubsa, ondan sonra gələn cümləni indiki davam edici zamanda götürürük. At the location of teachers, tomorrow if the plane arrives in time. Deməli, ifdən sonra uzlaşmaya baxırıq. Bura indiki zamandırsa, indiki uzlaşmalıdır gələcəklə. Cavab A bəndidir. Will arrive. Everybody lunch when the doorbell was heard. Deyir, qapının zəngi eşidiləndə hər kəs nahar edirdi. Nahar edirdi. Baxın, cümlə hansı zamandadır? Keçmişdədir. Deməli, buradan indikiləri birinci çıxıram. Belə də deyə bilərik də, everybody hər kəs nahar edirdi. Burada da deməli, avtomatik keçmişsə, keçmişə uyğun zaman istifadə edirik. Eyni zamanda belə də deyə bilərik. Deməli, səs eşidiləndə hər kəs nahar edirdi. Zamanlar, hadisə, yəni davam edir burada. Ona görə davam edici qoymalıyıq. Törəmələrin də xəbəri tək olduğu üçün was having şəklində istifadə edirik. Daha sonra 69-cu testə baxırıq. Yesterday he told me that. Dünən o mənə söylədi ki, he negar long before he talked to her. Uzun müddət onunla danışandan əvvəl onu görməyibdi. Deməli, bu hissəyə dəymirik. Before'dan sonra keçmiş zaman istifadə olunubdur. Burada deməli, before'un bir düsturu var. Before özündən sonra keçmiş sadə bu tərəfdə də alır, keçmiş bitmiş. Keçmiş bitmişdə də had seen cavab B bəndidir. Yesterday she usually lunch alone. Yesterday, dünən o deyir adətən, deməli, tək başına nahar eləyir, ancaq indi o xalasıyla deməli eləyir. Bax, indi edirsə, indiki davam edici zaman lazımdır. Bax, bu has getdi. Buradan bu has getdi. Bax, çünki is havingdir. Amma dünən o adətən naharını tək başına edirdi. Yəni, deməli, yesterday dünən adətən, yəni dünən adəti üzrə olaraq tək başına etdi. Hadisə dünəndə qalıbdı. Ona görə birinci tərəfdə had, ikinci tərəfdə is having. Keçmiş zaman, keçmiş davam edici zaman. 71-ə baxırıq. What you Tom asked her mother. Ola bilər ki, what are you doing Tom? Sən nə edirsən? Tom'un anası soruşdu. To my friend in New York he answered. O cavab verdi. Mən New Yorkdakı dostuma məktub yazıram. Cavab A bəndidir. Danışıq anında hadisələr davam eləyir. Ona görə də hər ikisini davam edici zamanda və indiki zamanda götürürük. İndiki davam edicidir. You in time. Deyir ki, mən ümid edirəm ki, sən vaxtında gələcəksən. İndi baxın, burada bizə sadəcə cümlə veribdir. Zamanları buradan tapmalıyıq. Variantlar üzərində işləməliyik, belə deyək. Baxın, bu keçmiş zamandır, elə hopdur. Keçmişdən gələcək olmaz, getdi. Bu indikidir, bu gələcəkdir. Bu dursun. Deməli, sonra bu keçmişdir, bu indikidir. Bu olmaz. Burada hope indikidir, would future in the past'dır. Keçmişdən indiki olmaz. Bu keçmişdir, bu indiki bitmişdir. Bu da olmaz, uzlaşmırlar. İndi bura mən deyir, ümid edirəm ki, sən vaxtında gələcəksən. I hope you will come in time. Ümid edirəm ki, vaxtında gələcəksən. Davam edirik. In 1834 Axundov to Tbilisi. Deməli, Tbilisiyə 1834-cü ildə getdi. Keçmiş zaman lazımdır bizə. Çünki üstə gərək keçmişdə olan bir il varsa, cümlədə keçmiş zaman olmalıdır. Bu variant getdi, bu variant getdi, bu variant getdi. Getdi və işlədi. Baron Rose'nin ofisində tərcüməçi kimi işləməyə başladı.
Keçmiş zamanda hadisə baş verilib, daha ardıcıl baş verən hərəkətdir. Ora getdi və işləməyə başladı. Ona görə keçmiş götürürük. Baxaraq, mother, her daughter, the costume, she. Deməli, ana, əslində burada variantlar çox qarışıq görsənir, amma inanın o qədər asandır. Baxın, gəlin uzlaşmaya baxaq. Bu keçmişdir, bu da gələcəkdə uzlaşmır, bu getdi. Sonra baxıram nəyə? Yenə burada indiki bitmişdən gələcəkdə uzlaşmır. İndiki zaman qrupundan keçmiş zaman qrupu da uzlaşmırlar. Sonra gəldi keçmiş bitmişdən indiki bitmiş qrupu uzlaşmaz. Baxın, deyir o mother showed her daughter the costume. Deyir ana qızına kostyumu göstərdi. She had bought, onun almış olduğu, yəni onun almış olduğu kostyumu göstərdi. Hadisə keçmişdə baş verib, keçmiş bitmiş zamanda. The Guinness Book of Records, Guinness'in rekordlar kitabı 1950-ci illərdə nəşr edildi olmalıdır. Keçmiş zamanı məchula verməliyik. Was first published. Cavab B bəndidir. Keçmişin məchulu. Çünki kim nəşr elədiyini bizə məlumat verməyib. We buy a certain phone call last night. Deməli, biz keçən gecə qəfil bir telefon zəngi ilə oyadıldıq. Deməli, last night keçmiş zamanın məchulunda. Baxın, keçmiş zamandasa oyadıldıq. Nəyin tərəfindən? Qəfil bir zəng tərəfindən məchulun şeyi də var da, burada by ilə veribdir, qayıdıb. Deməli, we were woken up olmalıdır. Keçmiş zamanın məchulda. Yəni, keçmişin məchulu necə düzəlir? Was, were, üstə gələk, verb 3 formada olmalıdır. Deməli, as soon as-ın uzlaşmasıdır burada. İtdən sonra birbaşa gələcək zaman gəlməz. Gəlin bu variantı çıxaq. Sonra bura keçmişdir, bura gələcəkdir. Bunlar uzlaşmaz. Bunu çıxaq. Sonra baxırıq nəyə? Yenə bax, as soon as-dən sonra gələcək gəlmədiyi üçün future in the past da gələ bilməz. Elə bilin ki, bu da gələcəkdir. Prosta keçmişə nəzərən gələcəkdir. Yəni, bağlayıcıdan sonra birbaşa would da gəlmir. Yadda saxlayın. Sonra başladıq nəyə? Burada keçmişdir, bura bitmişdir. As soon as-də belə bir uzlaşma yoxdur. Deməli, Jack deyir, pəncərəni bağladı. Deməli, yağış başlayan kimi pəncərəni bağladı. Cavab D bəndidir. Sonra when attacked the Mike his suitcase on the back seat. Deməli, baxın, when'dir. When'dən sonra gələcək zaman gəlməz. Bunu çıxdım. Bu da birinci gələcəkdir. Bu variantda getdi. Sonra baxıram nəyə? Deməli, when'dən sonra indiki bitmiş dünya dağılsa da gəlməz. Keçmiş gəlib. Burada indiki bitmişdir. Bir uzlaşma when'də yoxdur. Yadda saxlayın. Ümumiyyətcə, when olan cümlələrdə indiki bitmiş söhbəti yoxdur. Ona görə cavab C bəndidir. Keçmiş, keçmiş. The guess him as soon as he. Yenə as soon as-ın uzlaşmasıdır. Baxın, as soon as bağlayıcıdır. When kimi, while kimi, till kimi, until kimi. Yəni, ondan sonra birbaşa gələcək zaman gəlmir. Ona görə bax, bu will ikinci olanlar iki variantım getdi. Sonra baxıram nəyə? Yenə, ümumiyyətcə, bu bağlayıcıdan sonra birbaşa indiki bitmiş də gəlmir heç vaxt. Sonra gəlir nə? İndiki bitmişdən keçmiş uzlaşması deyə bir şey yoxdur as soon as-də. As soon as-də indiki ilə gələcək və yaxud da keçmişdən keçmiş uzlaşa bilər. Cavab Y bəndidir burada. Ümumiyyətlə, test eləyəndə indiki bitmişin uzlaşmasını siz since-də axtarın. O biri bağlayıcılarda yoxdur. Gəlin baxaq, yenə as soon as-dir. As soon as özündən sonra nə alması idi? Bayaq demişdik, gələcək zaman alması. İkinci tərəfdə will, ikinci tərəfdə will olanlar getdi. Sonra baxıram. Deməli, as soon as özündən sonra indiki bitmiş almaz. İndiki bitmişdən keçmiş uzlaşmaz burada. As soon as-də keçmiş götürürəm. If-in uzlaşmasıdır. If-dən sonra nə gəlməz? Gələcək gəlməz. Bunu çıxdım. Sonra future in the past, bunu da çıxdım. Gələcəkdə bunu da çıxdım. Deməli, if-dən nə uzlaşa bilərdi? Baxın, burada iki dənə zaman qalıbdır, iki variant qalıb. Bu indikidir, bu keçmişdir, bu indikidir, bu gələcəkdir. İndi sizcə hansı uzlaşar? İndiki ilə gələcək, yoxsa indiki ilə keçmiş? Təbii ki, indiki ilə keçmiş uzlaşmaz. İndiki gələcək. Cavab oldu B bəndi. 82. If Linda the goods by ear, use them very soon. İndi baxırıq, if-in uzlaşmasıdır. If-dən sonra would gəlməz, will gəlməz, will'in inkarı gəlməz. Yenə baxıram nəyə? Bu delivers indiki zamandır, kod keçmiş zamandır. İndiki ilə keçmiş uzlaşmır, getdi. Cavab Y. Yəni, nəhayət nəticə nəyə gəlir? Çıxır indiki zamandan gələcək uzlaşmasına. Baxıram while'a. While'in uzlaşması necədir? Bax, burada nə var? Bu keçmişdir, bu indikidir elə. Uzlaşmır bunlar, getdi. Sonra baxıram nəyə? While'dan sonra bitmiş zaman birbaşa gəlmir. Getdi. Sonra baxıram nəyə?
Ümumiyyətcə, while-ın məşhur bir uzlaşması var. Gəlin özümüzü yormayaq. Past continuous, past continuous. O da A bəndindədir. Sonra baxıram 4-cü testdə. Yenə while-ın uzlaşması. Görək past continuous varmı? Varmı? Var. Cavab D bəndidir. Hər ikisində də tək xəbər olduğu üçün was looking, was making. Söhbət bağlandı. Past continuous-un məşhur uzlaşması, while-ın məşhur uzlaşması past continuous-dur. Sonra baxıram 85-ə. The tourists had visited a few galleries before. Baxın, before uzlaşmasını bayaq demişdim. Bax, özündən sonra qabaq nə alıb? Keçmiş, bitmiş. Bura olmalıdır, keçmiş sadə. O da leftdir. Living keçmişi leftdir. Deməli, bir düstur öyrəndiniz. Before özündən əvvəl keçmiş, bitmiş. Özündən sonra keçmiş sadə zamanı alır. Bu düsturun əks forması var. After'da var. Necədir qızlar? Yadda saxlayın. After özündən sonra alır, keçmiş, bitmiş. Özündən qabaq alır, keçmiş sadə. Bunun əksində keçmiş, bitmiş və keçmiş sadə düsturu alan before'dur. Yəni, before burada keçmiş sadəni, burada keçmiş bitmiş alır. Amma bunun əksi, özündən sonra keçmiş bitmiş, əks tərəfdə sadə alan isə after'dir. Baxırıq bura before'un düsturudur. Baxın, had read keçmiş bitmiş veribdir. Deməli, bu bitədə keçmiş sadə olmalıdır. Bu da cavab D bəndidir. While-ın uzlaşmasıdır. Görək, keçmiş davam edici varmı? Yoxdur. Deməli, onda nəyə baxırıq? While-ın başqa bir uzlaşması da var. Ya hər iki tərəfdə keçmiş davam edici alır, ya burada özündən sonra keçmiş davam edici, burada da keçmiş sadə ala bilər. Yəni, burada keçmiş davam edici, burada keçmiş sadə ala bilər. İndi gəlin varianta baxalım. Baxın, burada var broke və was washing. Deməli, bu necə olur onda? While özündən sonra was washing keçmiş davam edici alacaq, əks tərəfdə də keçmiş sadə alır. Baxırıq növbəti yenə while-ın uzlaşması. Görək indi bu uzlaşmaların hansı var? Bax, keçmiş davam edici, keçmiş sadə var. Bax, B bəndində gördünüz. Bax, was doing both. Keçmiş sadə, keçmiş davam edici. Deməli, B-dir. Keçmiş davam edici, keçmiş davam edici də ola bilər. Sonra yenə V-nin uzlaşmasına keçirik. V-dən sonra indiki bitmiş zaman gəlməz. Bax, sonraki boşluq getdi. Sonra V-dən sonra gələcəklər gələ bilməz, getdi. V olan cümlədə indiki keçmiş sadə ilə keçmiş bitmiş uzlaşması var. Keçmiş sadə ilə indiki bitmiş uzlaşması yoxdur V-də. Deməli, when the performance started, we hadn't found our seats yet. Nə vaxt ki performans başlayanda biz hələ də öz oturacaqlarımızı tapmamışdıq. Deməli, V-də bir uzlaşma öyrənirik. V-dən sonra past simple, əks tərəfdə past perfect. Bu düsturuna görə before-a oxşuyur. Deməli, when-lə before-dan sonra past simple, əks tərəfdə past perfect gələ bilir. Amma bu düsturun əks versiyası after üçün keçərlidir. Baxırıq 90-cı testdə. When-in özündən sonrasına baxırıq. When-dən sonra nə gələ bilməz? Bunu elə bil işlədir, yoxsa yox? Gələcək gəlməz. Getdi variantlarımız. When-dən sonra indiki bitmiş gəlməz. Bu da getdimi? When-dən sonra keçmişdən keçmiş bitmiş, indiki bitmiş. Has graduated, indiki bitmişdi. Lazım deyil. Keçmiş bitmiş lazımdır. Keçirik 91-ə. Yesterday. If James and were yesterday. Tom Aizer. Bir şey deyim sizə. Bu Aizer bilirsiniz nədir? Bu Aizer toxunu inkarın sonunda işlənir. Deməli, mənə ikinci boşluqda inkar qoymalıyam. Bax, has found görürsünüz indiki zamandır. Təsdiqdə, estağfurullah, təsdiqdədir, getdi. Görsən, found burada təsdiqdə verib, inkarda verməyib. Deməli, bu da getdi. Yəni, bu ikinci boşluq mənə inkarda verilməlidir. Baxın, bu da inkardır, bu da inkardır, bu da inkardır. İndi baxıram birinci tərəfə. Deyir ki, yesterday hansı zamanı göstərir? Keçmiş zamanı göstərir. Bax, bu indiki bitmişdir. Bu da getdimi bu variant? Qaldı iki variantım. Baxırıq cümləyə. Anywhere yesterday. Deyir ki, mən dünən James'i heç bir yerdə tapmadım. Burada da bir şey hilə öyrədim sizə. Baxın, heç tərcümə eləmişsiniz. Anywhere var elə birinci tərəfdə. Deməli, onda birinci cümlədə inkarda olmalıdır. Baxın, burada found təsdiqdədir. Deməli, cavab A bəndidir. İndi bunu sizə bir də izah edirəm. Deməli, nəyə baxdım? Dedim, Aizer işlənir inkar cümləsinin sonunda. Baxın, burada bu var, bu təsdiqdədir. Mənə inkarda olsa düz olardı. Bu getdi. Bu da burada təsdiqdədir. Found verib. Bu da getdi. Sonra baxıram, anywhere inkar cümləsində işləndiyi üçün. Burada found təsdiq cümləsidir, getdi. Qaldı A ilə Y bəndi. A ilə Y bəndində də burada yesterday keçmiş zamanı göstərdiyi üçün bitmiş zaman yox, keçmiş sadə götürməliyəm. 92-yə baxırıq, V-nin uzlaşmasıdır. Deməli, belə bir şey eləyirik. V-dən sonra gələcək zaman gəlməz, bitmiş zamandan yol getmiş. Ola bilməz. Sonra deyir ki,
I with the window open when it really cold. Və burada qızıl qaydamızı da yada salırıq ki, when-dən sonra would da gələ bilməz. Would-dur, will-dir, bitmiş zamanda gəlməz. Cavab B bəndidir. Ümumiyyətcə, yenə deyirəm, if-dən sonra, if-dir, when-dir, bunlardan sonra shall, will və yaxud da shan't, won't, yəni onların inkarları və yaxud da indiki bitmiş, onun inkarı, təsdiqi, future necə past, yəni would, should gələ bilməz. Baxırıq 93-ə, when-in uzlaşmasıdır. Baxaq. When-dən sonra bax, gələcək gəlməz. Bu variant getdi. İndiki bitmişdi, gəlməz, getdi. When-dən sonra bax, ikinci hissədə gələcək gəlməz, getdi, gələcək gəlməz, getdi. Cavab oldu A bəndi. Yenə deyirəm, baxın aşıqlar. Mən bunu necə işləyirəm? Baxın, birinci hissə budur, ikinci budur elə, ikinci yer, birinci yer. Bu ikincidə olanlar, ikinci boşluqlara baxıram mən. Yəni deməyin niyə bura baxır. Baxın, when-dən sonra ikinci tərəfdə, bax, gələcək gəlməz, indiki bitmiş gəlməz, gələcək gəlməz, gələcək gəlməz. Cavab A-dır. Yenə bura baxıram. Last spring keçmiş zamanı göstərir. Deyir ki, bağda keçən yaz çoxlu güllər əkildi. İndi baxın, cümlə keçmiş zamandadır. Planted. Onu da keçmişdə was were-lə verirəm. Məchuldur. A bəndi. Əkildi. In her childhood. Uşaqlığında keçmiş zamanı göstərir. Sofia tez-tez uşaqlığında xalasına baş çəkərdi. Sofia often visited. Tez-tez baş çəkdi. Cavab C bəndidir. Niyə digərlərini vermirəm? Çünki in her childhood keçmiş zaman, sadə zamandır. Burada mənə keçmiş sadə zamanda qoyuram. Burada bir dənə bu düz ola bilərdi, məhsul kimi. Amma məhsul növdə vermədiyi üçün bizə keçmiş sadə götürürüm. Yəni məhsula ehtiyac yoxdur. 96-da sinsin uzlaşmasıdır. Deməli, sinsin uzlaşması necədir? Özündən sonra keçmiş sadə əks tərəfdə indiki bitmiş zaman alır. So much I saw you last. Səni deyir, axırıncı dəfə görəndən bəri çoxlu şey baş veribdir. Deməli, so much has happened. Çoxlu şeylər baş verib. İndiki bitmiş zaman. Burada baş verilib yox, məchul deyil. Last Sunday keçmiş zamanı göstərdiyi üçün buna sual nə veririk? Təbii ki, did-lə veririk. Did, burada da yoxdur. Deməli, niyə yoxdur? Çünki to be-nin formalarına söhbət gedir. Deməli, were olur. Ona görə where were you last Sunday in the afternoon? Deyir, keçən bazar ertəsi günorta hardaydın? Deməli, to be-nin formasından keçmişdə were-lə sual verdik. Gəlirik 98. 98-ə baxırıq. The meeting before we got the place. Baxın, before-un uzlaşmasıdır. Özündən sonra past simple-dır. Əks tərəfdə past perfect lazımdır. Yəni, have, had, üstə gələk verb 3. Cavab C bəndidir. Yenə baxırıq before-un uzlaşması. Keçmiş zaman bura olmalıdır. Keçmiş, bitmiş. Yəni, had, verb 3, o da oldu. B bəndi. 3-cü testə baxırıq. Till-in uzlaşmasıdır. Till, please wait for him. İndiki sadə zaman veribdir. Bayaq işləmişdik. İndiki sadə zaman ilə uzlaşır tildə? Deməli, baxın, bir dənə diqqətli olaq. Bax, bu keçmiş, bitmişdir uzlaşması. Bu keçmişdir uzlaşması elə. Will tildən sonra da gələcək zaman gəlməz birbaşa. Deməli, burada da təbii ki, indiki sadə ilə indiki sadə uzlaşır, D bəndi. Ümumiyyətcə, davam edicilər adətən while-dan sonra gəlir, xüsusən də keçmiş davam edici zaman.